Bəzən qusul alanda bismillah demək kifayətdir. Bəziləri deyirlər ki, məsələn, qusul alıram, qürbətən Allah, ayın filan ki, neçənci ildir və s. Hər şeyə bidət olması lazım deyil demək. Bu niyyətdir. Siz soruşun ki, qusul alanda niyyəti dillə tələffüz edilir, yoxsa qəlbən bilsən ki, sən qusul alırsan, məsələn, tutaq ki, aylıqdan, nifasdan və ya məsələn, cənabətdən. Cavab budur ki, niyyəti tələffüz eləmək, yəni demək, mən qusul alıram 2025-ci ildə, nə bilim, nə az qalır küçənin adını deməyə. Onlar hamısı xurafatdır, bidətdir, olmaz. İbn Qeym onu biraz dəli adamlara bənzədir. Yəni deyir ki, məsələn, tutaq ki, çay içirsən, gətirirsən stəkanı, artıq içmək istəyəndə saxlayırsan stəkanı, deyirsən, mən çay içirəm, sonra içirsən. Yemək yeyəndə qaşıq gətirirsən, saxlayırsan, deyirsən, mən çörək yeyirəm. Hələ olmaz. Niyyəti tələffüz eləmək düzgün deyil, dillə. Niyyət nədir? Bilmək. Əgər sən məsələn namaza qalxanda da tutaq ki, bilirsən ki, bu saat sən zöhrü qılacaqsan. Artıq niyyətdir. Lazım deyil demək, mən zöhr qılıram və s.